Xoş gördük değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Həqiqətən də bir iyrənc, mən buna iyrənc xəbər deyərdim. Həqiqətən də elə iyrənc xəbərdir, əfsuslar olsun, çox təəssüflər olsun ki, bu xəbəri cəmiyyətimizə, insanlarımıza çatdırıb, bir daha valideynləri, insanları, yetkinlik yaşına çatmamış uşaqları xəbərdar etməliyik və elə mən buradan hər kəsdən xahiş edirəm ki, övladlarınızı xəbərdar eləyin, özünüz ayıq olun və insanlar, hər birimiz metroda, ictimai nəqliyyatda ayıq olaq ki, bu kimi halları törətməyə çalışan vicdansız, şərəfsiz adamlara qarşı ayıq-sayıq olmaq lazımdır. Demək, Bakı metrosunun 28 may metro stansiyası ərazisində, yəni metronun vaqonunda 34 yaşlı dırnaqarası kişi, özü yəni əsli kişi, ona adam demək olmaz, şərəfsizdir o elə adamlar. Demək, 14 yaşlı məlumata görə qız uşağına qarşı əxlaqsız hərəkət eləyib vaqonda və bundan uşaq özünü çox pis hiss eləyib. Dərhal qatar dayandıqda 28-də metroda çıxıb və metropolitenin əməkdaşına, işçisinə yaxınlaşıb şikayət eləyib ki, mənə qarşı bu hərəkəti edən bir şəxs var. Həmin adam da o dırnaqarası ünsür adam yox, o vaqondan dərhal çıxıb və uşağı təqib eləməyə başlayıb. Uşağın ayıq-sayıqlığı nəticəsində uşaq metropolitenin əməkdaşına xəbər verib, məlumat verib və metropoliten əməkdaşı sağ olsun dərhal ərazidə polisə məlumat verib. Həmən ünsür, vicdansız polis tərəfindən saxlanılıb, Nəsimi polisi onun barəsində müvafiq araşdırmalar aparılıb və hal-hazırda məlumata görə həmən o manyak, cəmiyyətə yararsız olan vicdansız hal-hazırda həbs olunub. Mən buradan üzümü tuturam hər kəsə, bütün valideynlərə, ictimai nəqliyyatda gedən dürüst, vicdanlı insanlara bu kimi halları gördükdə xahiş edirəm, reaksiya verib elə adamlara, elə ünsürlərə, elə vicdansızlara qarşı tədbir görmək lazımdır. Çox təəssüf hissi ilə bu xəbəri mən yenə də deyirəm, çatdırıram sizlərə və bildirmək istəyirəm ki, artıq bizdə də belə iyrənc hallar ardıcıl şəkildə davam edir, baş verməkdədir. Allah amanında.